Doktor, daha çox bu istilərdə hansı xəstəliklərlə bağlı müraciət edirlər? Hansı xəstəliklər var ki, məsələn, mən indiyə qədər eşitmişdim ki, deyirdilər, istidən adam ölməz. Ölər. Sən demə ölərmiş. Çünki mən bu yaxınlarda bir neçə yox, bir tanışımız oldu. İstidən yatdı, durmadı. Qabaq deyirlər, özünü soyuqdan qoru, istidən insanın başına heç bir şey gəlməz. Amma bu da özünü doğrultmadı bu misal, bu məsələ. Vallahi çox yaxınımız istidən dünyasını dəyişdi. Bu dünyada həmişə var, hər zaman var. İstidən ölkələrdə yüzlərlə adamlar ölürlər. Necə yəni Hə, ölürlər, hə? Ölürlər, bəli. Ürək damar sistemi zəif olan adamlara məsləhət görülmür. Xüsusilə də ölümün səbəbi nə olur? Günəşin altında olur, yüksək temperaturda. Və başına gün vurur, gün vurmadan bol miqdarda tərrəyir və maye itirir. Nəticədə qan qatılaşır, bəzən hətta kollapsa düşür, huşunu itirir, yıxılır. Bəzən tənəffüs mərkəzi iflic olur və onunla dünyasını dəyişir. Ona görə də məsləhət görülür ki, əgər görsəniz ki, kimdəsə belə bir vəziyyət yaranır, təcil onu kölgəyə keçirməli, buz qoymalı, hətta nəfəs verməli, hətta bəzən tənəffüs mərkəzini, iflicini aradan qaldırmaq üçün iynənin adını demirəm təbii ki, onu vurmalı və xəstəni vəziyyətdən çıxartmaq lazımdır. Bu tədbirlər görür və yaxud da ki, istidən bəzən görürsən qan təzyiqi kəskin şəkildə qalxır, həm infarkt verir, həm də insult verə bilir. Başa, beyin toxunmasına qan sıza bilir. Ona görə də təbii ki, gündən qorunmaq lazımdır. Səhər, axşam vitamin D qəbul etmək istəyən adamlar səhər saat 11-ə qədər, axşamlar isə saat 5-dən sonra gün vannasını qəbul etmək məsləhət görülür. Belə istilərdə hətta bəzən 6-nın yarısından sonra məsləhət görülür. Ona görə də yəni ən çox ürək damar sistemi xəstələri özlərini qorumalıdırlar gün vurmadan. Bir də sinir sistemi zəif olan adamlar gün vurmadan qorunmalıdırlar. Gün bəzi adamlarda sinir sistemini pozur, psixoz vəziyyəti yaradır və nevrozları kəskinləşir. İnsanlar var, deyir, günə çıxanda mənim əhvalım dəyişir. Bəzi adamlarda isə təbii ki, dərisində həssaslıq olur, qaşınmalar verir, səpkilər verir. Ona görə günə çıxanda günə qarşı mütləq qoruyucu məlləmlərdən, kremlərdən istifadə etmək məsləhət görülür.